Son günlər səhiyyə sektorunda ciddi mübahisə yaranıb. Yeni klinikanın direktoru Barat Yusubov sosial şəbəkələrdə həmkarlarına qarşı sərt ifadələr işlədir. Buna səbəb Bakpost saytında yayımlanan və səhiyyə sistemindəki bəzi problemləri gündəmə gətirən "Xəstələr niyə eyni klinikalara yönləndirilir? İnfantil səhiyyənin səbəbkarları" adlı məqalə olub. Sözgedən məqalə Bakı Medikal Plazanın baş həkimi İlxan Bəşirov, Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə, invaziv kardioloq Vüqar Zamanov və digər tanınmış həkimlər tərəfindən paylaşılıb. Bunun ardından Barat Yusubov öz Facebook hesabında buna sərt reaksiya verib. Bir jurnalistin nə yazmağına heç vaxt əhəmiyyət verməmişəm. Onun işi yazmaqdır. Doğru yazarsa mükafatını alacaq. Yalan yazarsa ya bu dünyada ya da o biri dünyada cəzasını çəkəcək. Barat Yusubovun bu açıqlamaları həmkarları tərəfindən birmənalı qarşılanmayıb. İlk sərt cavab invaziv kardioloq Vüqar Zamanovdan gəlib. O, Barat Yusubovu birbaşa ittiham edib. Ən böyük problem tutduğu postdan, yəni ki, oturduğu kreslodan istifadə edərək kurasiyasında olan bəzi özəl xəstəxanalara məcburi göndərmələrdədir. Bu, birbaşa dövlətin milyonlarla manat ayırdığı sığorta sisteminə digər özəl xəstəxanaların sağlam rəqabətinə xəyanətdir. Təsəvvür eləyin 103, yəni təcili tibbi yardım xidməti infarkt keçirən xəstənin istədiyi yerə deyil, məcburi olaraq filankəsin kurasiyasında olan bir yerə aparır. Qeyd eləyək ki, statusda qeyri-etik ifadələr olduğu üçün tam təfsilatı ilə səsləndirə bilmirik. Məsələyə Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə də münasibət bildirib. O bildirib ki, Barat Yusubov səhiyyə makleri adlandırıb, sərt ittihamlar səsləndirib. Bir səhiyyə makleri bir həkimə belə danışarsa, demək o həddini aşıb. Klinikaların adlarının hallanması doğru sayılmaz. Çünki hər bir klinikada sözün əsl mənasında hoca adlana bilən ixtisasçılar var. Paylaşılan statusu tam təfsilatı ilə təqdim eləyək. Bu kontekstdə müzakirələr davam edir. Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhiyyədəki bu problemlərin ciddi araşdırılmalı olduğunu bildirir. Digərləri isə qalmaqalın peşəkar müstəvidən kənar çıxdığını düşünür. Hələ ki, Barat Yusubov bu sərt ittihamlara cavab verir. Mübahisənin rəsmi səviyyədə hansı nəticələr doğuracağı və səhiyyə qurumlarının bu məsələyə münasibətinin necə olacağı isə maraqla gözlənilir. Bütün hallarda Barat, barıtı biraz çox eləyir. Paranın partlayacağını ehtimal eləmək isə çətin deyil.